Bugünkü videomda kino rejissor, kino operator Əlhüseyn Hüseynovun tənha qalan məzarından danışacağım. Əlhüseyn Hüseynov 1922-ci ildə Qubada anadan olub. Qubada sənaye kombinatında fotoqraf işləyib. Sevdiyi peşə ilə məşğul olmasına baxmayaraq, Əlhüseyn Hüseynovun kinoda çalışmaq istəyi onu heç vaxt rahat buraxmayıb. Məqsədinə çatmaq arzusu ilə də 1948-ci ildə Moskvaya üz tutub və Moskvada Ümumİttifaq Dövlət Kinematografiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 1954-cü ildə Bakıya qayıdıb və Bakı Kino Studiyasında kinooperator vəzifəsində çalışıb. Əlhüseyn Hüseynovun kinoda ilk işi 1955-ci ildə kino rejissor Tofiq Tağzadənin lentə aldığı Görüş filmində kinooperatorlar Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olub. Bu filmdən sonra rejissor kimi də ona yaxın sənədli filmini çəkib. Həm kinooperator kimi, həm də quruluşçu rejissor kimi. Əlhüseyn Hüseynovun Azərbaycan filmlərində də operator kimi özünün bir neçə filmləri var. Onlardan 1960-cı ildə lentə alınan Aygünün, 1962-ci ildə Əmək və Qızılgül, 1966-cı ildə İstintaq davam edir, 1968-ci ildə Qanun naminə, 1964-cü ildə Sehirli Xalat. Sehirli Xalat filminin operatoru Teyyub Axundov idi, amma Əlhüseyn Hüseynov ikinci operator kimi fəaliyyət göstərirdi. 1964-cü ildə 3 novelladan Cazibə qüvvəsi Dağ meşəsindən keçərkən Zirvə filminin də operatoru Əlhüseyn Hüseynovdur. Əlhüseyn Hüseynovun onun ailəsi barədə çox da məlumatım yoxdur. Bizim yaxın dostlarımızdan Qubada olarkən onun evini axtarıblar və onun haqqında bir neçə nəfərə soruşublar. Onu Qubada heç kim tanımayıb. Çünki Əlhüseyn Hüseynovun məzarının da üstündə dostlarından yadigar. Onun ailəsi haqqında çox da məlumatım yoxdur. Əlhüseyn Hüseynovun 1982-ci ildə səhhətində problemlər yaranır və o kinodan bir dəfəlik uzaqlaşır. Və 1987-ci ildə dünyasını dəyişir və Qurd Qapısı məzarlığında dəfn olunur. Mən buradakı mollalardan da soruşdum. Onun demək olar ki, məzarı ziyarət olunmur. Bilmirəm onun yaxınları var, yoxdur. Bu haqqında məlumatım yoxdur. Onun məzarını özünüz gördünüz, ətrafa biraz baxımsız vəziyyətdə idi. Hətta məzarının üstü də artıq mamır bağlayıb. Onun məzarı demək olar ki, ziyarət olunmur. Mən gəlmişkən də onun məzarının ətrafını biraz əl gəzdirəcəm. Çünki Əlhüseyn Hüseynov Azərbaycan kinosunda özünü
fəda edib. Özünün kino operator kimi bir çox filmlərini də çəkib. Mən bu videonu qısa da olsa çəkdim ki, heç olmasa belə insanlar haqqında reportaj hazırlansın. Belə insanlar niyə unudulur? Bunun səbəbini bilmirəm. Onun haqqında heç bir verilişlər yoxdur. Və bu videonu da çəkirəm ki, heç olmasa insanlarımız tanısınlar ki, belə bir kino operatorumuz olub. İndi mən gəlmişkən də onun məzarının ətrafını biraz yuyub təmizləyəcəm. Bacardığım qədər kino operator Əli Hüseyn Hüseynovun məzarını yudum, təmizlədim. İndi bilmirəm onun qohumları var, yoxdur. Yenə də mən bura Qurdqapısı məzarlığına gələndə hər dəfə onun tənha qalan məzarını ziyarət edirəm. Çünki Əli Hüseyn Hüseynov Azərbaycan kinosunda çox böyük zəhməti olub. Belə kino operatorlarımızı unutmaq olmaz. Allah Əli Hüseyn Hüseynova rəhmət eləsin. Ruhu şad olsun.